anamın yanında olduğunuz üçün, ona təskinlik verdiyiniz üçün, qardaşımın xatirəsini əziz tutduğunuz üçün. Vüsal Vəliyev Həmzə taborun komandiri idi. Müharibə başlayan gündən ən strateji yüksəkçilərin alınmasında, eləcə də rayonların işğaldan azad olunmasında iştirak edir. Baxmayaraq ki, o komandir kimi 5 kilometr arkada olmalıydı, amma mən müharibədən sonra şahidlərlə danışdım. Deyir ki, komandir bizə heç vaxt irəli əmri vermədi, ardınca əmri verdi və ən qabaqda getdi. Vüsal həm də yaxşı snayper idi və düşmənin bizə itki verdiyi nöqtələrin hamısını susturmuşdur. Vüsal kimi qardaşla yalnız bəxt edilmək olar, qürur duymaq olar. Mən 5 ildir ki, alnı açıq, üzaq gəzirəm. Ona görə ki, mənim qardaşım komandir kimi arkada qalmadı, öndə getdi, əskərlərini qorudu. Bugün olan əskərləri bizim ailəmizə minnətdarlıq üçün gəlirlər. Gəlib anama təşəkkür edirlər ki, biz Vüsalın sayəsində sağ qalmışıq. Komandir olmasaydı, biz də şəhid olardıq. Yəqin ki, onun alnına şəhidlik yazılmışdı. O, ailəsini deyil, vətənini seçdi. Torpaqların işğaldan azad olunmasında böyük şücaət göstərdi, qəhrəmanlıq göstərdi. Bugün biz müstəqil, suveren, torpaqları işğaldan azad olunmuş, ərazi bütövlüyü tam bərpa olunmuş bir ölkədə yaşayırıqsa, biz bunu şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borçluyuq. Bugün bizim bayrağımız yüksəkdə dalğalanırsa, biz bunu şəhidlərimizə borçluyuq. Mən tədbirə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ailəmizin yanında olduğunuza görə hər birinizə minnətdarlığımı bildirirəm. Biz Vüsalın məzarını ziyarət etdikdən sonra bizə kəndindəki mərasim evində qardaşım üçün ehsan veririk və hər birinizi ehsana dəvət edirəm. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirəm.